Ona görə Ömər ibn Xattab radiyallahu anhunun xilafəti zamanında fəth üçün ordu çıxanda eşidirlər ki, gələn kərvanlardan xəbər çatır ki, onların gedəcəyi yerdə vəba, taun xəstəliyi yayılıb. Və orduda olan sahabələrdən birisi Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdiyi hədisi nəql edir orada. Allah Rasulü buyurur ki, bir yerdə taun xəstəliyi olsa, ora getməyin. Sizin olduğunuz yerdə olsa, oradan çıxmayın. Yəni, yayılmasın deyə. Və Ömər ibn Xattab əmr edir ki, ordu qayıtsın, getmirlər. Və orada olanlardan birisi deyir ki, ey Ömər, məgər biz Allahın qədərindən qaçırıq? Yəni, o qədərimizdə varsa olacaq. Ömər ibn Xattab deyir ki, bəli, biz Allahın bir qədərindən qaçıb başqa qədərinə sığınırıq. Yəni, onsuz da olan hər şey Allahın qədərindədir. Qədəri dəlil gətirmək ona görə icazəli deyil ki, sən onsuz da nəyin olacağını bilmirsən. Biz haçan bilirik? Olandan sonra. Məsələn, biz bildik ki, bugünkü məclis bizim qədərimizdə var idi. Olandan sonra bunu bildik. Amma mən bilmirəm ki, mən gedib ünvana çata biləcəm ya yox. Çatandan sonra biləcəm ki, əgər çatacamsa, deməli, mənim gedib ünvanıma çatmağım bu mənim qədərimdə var idi. Vəssalam.